Hər kəsə salam. Mən Teymurov Ramil. Bugünkü dərsimdə sizlərə ehtiyatların mahiyyətinin hesablanma metodlarını izah edəcəm. Bildiyimiz kimi beynəlxalq praktikada ehtiyatların mahiyyətinin hesablanmasının 4 metodu vardır. Bunlara spesifik identifikasiya, FIFO, LIFO və AFCO metodların misal göstərə bilərik. Bugünkü dərsimizdə sizə əsas olaraq 3 metodu, FIFO metodun, LIFO metodun və AFCO metodlarını izah edəcəm. İlk olaraq başlayaq biz FIFO metodundan. FIFO metodu ingilis dilindən tərcümədə first in, first out deməkdir. Yəni zamana görə ambara birinci mədaxil olan malları birinci də satışa göndərməliyik. FIFO metodunun əsas məntiqi daha çox praktikada qida sahəsində, yeyinti sahəsində, bundan başqa mağazalarda, marketlərdə FIFO metodundan xüsusi olaraq istifadə edirlər. İlk olaraq biz baxaq məsələmizə. Məsələdə gördüyünüz kimi ilk olaraq burada bizdə əvvələ qalıqlar var. Əvvələ qalıqlar bir ayın sonu növbəti ayın əvvəlində keçən qalıqlardır. Və bizim 5 dənə qalığımız var. Hər biri fərqli qiymətdə. Bundan başqa 10-cu ayın 5-i 10 dənə məhsul almışıq, daha sonra 12 dənə məhsul almışıq və bunların da hər biri məsələdə gördüyünüz kimi müxtəlif qiymətlərdədir. Və nəhayət 10-cu ayın 15-i satış həyata keçirmişik. 20 ədəd satış həyata keçirmişik. FIFO metodunun əsas məntiqi, bir daha təkrar edirəm, ondan ibarətdir ki, burada ambara birinci mədaxil olan məhsulu birinci satışa göndərməliyik. Və biz baxırıq 20 ədəd əgər məhsulu satışa göndərirəmsə, bu zaman ilk olaraq gəlirəm əvvələ qalıq. 5 dənə məhsulu satışa göndərirəm. Hər birinin mayə dəyəri də 1 manat. Üstə gəlirəm. Daha sonra 20-yə tamam olması üçün buradan alışından 10 dənəsinin hamısını götürürəm. Çünki 20-yə tamamlamalıyam həmin məhsulu. 1.20. Daha sonra baxıram ki, hal-hazırda bizdə 15 dənə məhsul var və 5 dənəsi çatmır. 5 dənə məhsulu da onu 10-cu ay 2025-ci il tarixində aldığım məhsuldan götürürəm. Və yekunda birinci satışın mayə dəyəri məndə formalaşdı 24 manat 50 qəpik. Əgər məndən soruşsalar ki, birinci satışın mənfəəti nə qədər elədi? Məsələdən də göründüyü kimi birinci satışda satışdan gəlirimiz 44 manat olub. 44 manatdan həmin o satılan malın mayə dəyərini çıxıram və yekunda baxıram ki, 19 manat 50 qəpik birinci satışın mənfəəti eləyib. Və burada özüm üçün qeydlər aparıram. Əvvələ qalıqda olan məhsulların hamısını satdım. Ona görə bunları satılmış kimi göstərirəm. Daha sonra alışlarımda 10 dənə məhsulun hamısını satdım. Burada da məhsul qalmadı. Digər hissədə isə 12 dənə məhsuldan 5 dənəsini satmışam və 7 dənə məhsul qalmış oldu. Və bunu da ambar qalığı 7 kimi göstərirəm. Növbəti hissədə keçirəm ikinci alışlara. İkinci alışımda baş verib 30-u 10-cu ay 2025-ci ildə və burada da 16 ədəd məhsul satmışam. FIFO metodundan istifadə edərək həmin məhsulların mayə dəyərini formalaşdıraq. Deməli 16 dənə məhsuldur. Və biz onu 10-cu ay 2025-ci ildə aldığımız alışlardan 7 ədəd məhsul qalıb. 7-ni vururuq 1 manat 50 qəpiyə. Çünki bunu alan zaman bir ədədi 1 manat 50 qəpiyə idi. Daha sonra növbəti hissədə 16-ya tamam olması üçün digər alışlarımı 7 dənənin hamısını götürürəm. 7-nin də vururam 1 manat 70 qəpiyə. Növbəti hissədə 16-ya tamam olması üçün baxıram görürəm ki, 2 dənə məhsul lazımdır. Həmin o 2 dənə məhsulu da 27-si 10-cu ay 2025-ci il tarixində aldığım məhsullardan götürürəm. Həmin o 2 dənəni də vururam 2 manata. Və yekunda ikinci satışın mayə dəyərinin formalaşdı. Və məndən əgər mənfəət istəsə, ikinci satışın mayə dəyəri elədi 26 manat 40 qəpik, satış dəyəri də elədi 40 manat. 40 manatdan çıxıram 26 manat 40 qəpik və yekunda ikinci satışdan mənfəət məlum olur ki, 13 manat 60 qəpikdir. Və burada da qeyd edirəm ki, onu 10-cu ay 2025-ci ildə aldığım satışın hamısını satdım və onu da x-ləyirəm. Növbəti hissədə 17-si 10-cu ay 2025-ci ildə aldığım məhsulları da satmışam. Onlara da x qoyuram və burada 2 ədəd məhsul satmışam, 3 ədəd məhsul qalıb. 3 məhsulu da özümdə qeyd aparıram və məndən ambar qalığı soruşsa, ambar qalığını çıxartmağımı tələb eləsə, ambar qalığı olaraq da 3 ədəd məhsulu 2 manatdan göstərirəm və yekunda ambarımda 6 manatlıq malın qaldığı məlum olur. FIFO metodu biraz əvvəl qeyd etdiyim kimi praktikada daha çox qida sahəsində tətbiq olunur. FIFO metoduna nəzarət etmək isə artıq ambarda olan ilk girən malın ilk çıxmasına nəzarət etmək isə uçot baxımından mühasibin öhdəliyindədir. Lakin o faktiki olaraq əsas ambarların öhdəliyindədir. Yəni birinci ambara girən məhsulu birinci də satışa göndərməlidir. Qeyd etdiyim kimi daha çox qida sahəsinə istifadə olunur. Və bunun əsas məntiqi ondan ibarətdir ki, məhsul qalıb xarab olmasın. Məhsul daha uzun müddət qalsa, daha çox müddət ambarda qalsa, o müəyyən bir vaxtdan sonra xarab ola bilər. Tərkibində hər hansı bir dəyişikliklər oluna bilər. İstifadə müddəti başa çata bilər. İkinci metodum isə LIFO metodudur. LIFO metodu ingilis dilindən tərcümədə last in, first out. Yəni zamana görə sonuncu ambara mədaxil olan məhsul ambardan ilk çıxmalıdır. Və yenə eyni məsələ üzərindən davam edək. Burada satışımıza baxırıq ilk olaraq. Burada baxırıq ki, 20 ədəd məhsul satmışıq
və 10-cu ayın 15-i tarixində. Və biz LIFO metodunu rəhbər tutaraq burada belə bir əməliyyat aparırıq. Dediyimiz kimi, qeyd etdiyimiz kimi sonuncu ambara girən məhsul birinci ambardan çıxmalıdır. Və biz 20 ədəd məhsul satmışıqsa, ambara ən son satışa qədər ki, daxil olma nə vaxt olub? 10-cu ayın 10-unda və 12 ədəd daxil olub. 12-ni vururam 1 manat 50 qəpiyə. 20 tamam olması üçün növbəti alışdan isə 8 dənə götürürəm. 8-i də vururam 1 manat 20 qəpiyə. Və yekunda birinci satışın maya dəyərini tapdım. 27 manat 60 qəpik. Və bizdən birinci satış üçün mənfəət istəsə, satışdan gəlirdən çıxıram, satılan malın maya dəyəri və baxıram ki, 16 manat 40 qəpik məndə birinci satışın maya dəyəri elədir. Və biz burada məhsulların hamısını satdıq. 12 dənənin 12-sini də satdıq. Digərindən isə 8 dənə satdıq, qaldı 2 dənə. Və keçirəm digər satışıma. Digər satışım 10-cu ayın 30-unda baş verib və 15 ədəd məhsul satmışam. İndi gələk, buna uyğun SMMD-ni tapaq. Deməli, 15 ədəd satmışam, 5 dənə ondan əvvəlki sonuncu ambara hansı girib, o məhsuldan götürürəm, 5-i vururam 2-yə. Daha sonra üstə gəlirəm. Burada 15-ə tamam olması üçün 7-nin hamısını götürürəm, 7-ni də vururam 1 manat 70 qəpiyə. Daha sonra isə baxıram. Burada heç bir məhsulum yoxdur. Məhsulum olmadığı üçün ondan bir əvvəlkinə keçid edirəm. Bir əvvəlkində də ambarımda baxıram ki, 10 dənə məhsul var idi. Onun 8-ini satmışam, 2-si qalıb. 2-ni də vururam 1 manat 20 qəpiyə. Və mən baxıram. Baxıram hal-hazırda məndə 14 məhsul var. 5, 7, 2. 14 dənə məhsul var. Və bunu da 15-ə tamam olması üçün bir ədəd məhsulu da əvvələ qalıqdan götürürəm. Biri də vururam 1-ə. Və yekunda ikinci satışın maya dəyərini tapdım. Məndə 25 manat 30 qəpik elədi. Və ikinci satışın mənfəətini bizdən tələb eləsən, 37 manat 50 qəpik, çıxıram 25 manat 30 qəpik. Və bu da bizdə elədi ikinci satışın maya dəyəri. Və mən baxıram, ambar qalığını çıxartmaq üçün ilk olaraq hansı alışlardan nə qədər qalıb? 27-si 10-cu ayda olan alışlardan hamısını satmışam. 17-si olan alışların hamısını satmışam. Ayın 10-u olan alışlarda satmışam. 5-i də olanlarını satmışam. Və əvvələ qalıqdan isə 5 ədəddən birini satmışam, 4 dənə qalıb. Və gəlirəm. 4 dənəni də vururam. 1 manata, hər biri 1 manatdır. Və yekunda ambar qalığı məndə elədi 4 manat. LIFO metodu hal-hazırda MHBS Şurası tərəfindən qadağan olunmuş standartlardan biridir. Üçüncü metodumuz isə AFCO metodudur. AFCO metodu Average Cost metod, yəni orta maya dəyəri metodudur. Adından da göründüyü kimi bu metodda əsas diqqəti biz maya dəyərinin hər bir məhsula ortaq bir rəqəm çıxartmalıyıq. Yəni burada biz baxırıq ki, hər bir məhsul fərqli qiymətlərdə olsa da, biz bu məhsullara vahid bir dəyər, vahid bir qiymət çıxartmalıyıq AFCO metodunda. Buna görə də biz burada yekun cəmləri bölürük yekun miqdarlara. Baxıram, mənim yekun cəmim edir 35 dənə. Yekun miqdarım nə qədərdir? Və 27 dənə məhsuldur. Burada 35-i bölürəm 27-yə. Və baxıram ki, bir ədəd məhsuluma düşür 1 manat 30 qəpik. Və biz 20 ədəd məhsul satmışıq. Burada olan artıq bu rəqəmlər, bu qiymətlər hər biri dəyərini itirir. Bizdə yeni bir maya dəyəri formalaşır 1 manat 30 qəpik. Və biz satmışıq 20 ədəd. 20 ədədi vururam. Hər biri 1 manat 30 qəpik olduğu üçün 1 manat 30-a. Və yekunda məndə maya dəyəri formalaşdı 25 manat 93 qəpik. Artıq AFCO metodunda biz birinci satış üçün maya dəyərini tapdıq. Bizdən mənfəət istəsən, mənfəətdə yenə satışdan gəlirdən çıxıram. Satılan malın maya dəyərini və mənə verəcək birinci satış üçün mənfəəti. Və AFCO metodunda diqqətli olmalı olduğumuz əsas məqamlardan biri də ondan ibarətdir ki, biz hər dəfə mal aldıqca, hər dəfə ambara mal daxil olduqca biz artıq yeni bir maya dəyəri formalaşdırmalıyıq, yeni bir dəyər formalaşdırmalıyıq. Biz burada qeyd etdiyimiz kimi artıq yeni bir məhsullar ambara daxil olub və bu məhsullar daxil olandan sonra artıq biz yeni bir maya dəyəri formalaşdırırıq. Bizdə burada 27 dənə məhsul var idi. Onun 20-sini satandan sonra ambarımda qaldı 7 ədəd məhsul. Və bu 7 ədəd məhsulu hər biri 1 manat 30 qəpikdən və bunların da cəmi elədi 9 manat 7 qəpik. Və yenə növbəti alışlarımı həyata keçirəm. 1 manat 70 qəpik. Daha sonra 5 dənə növbəti alışımdır. Hər biri 2 manatdan. Bu da elədi 10 manat. Artıq bizdə yeni alışlar olduğu üçün biz artıq mallara yeni bir maya dəyəri formalaşdırmalıyıq. Və biz baxırıq. Bizdə malların yekun cəm dəyəri nə qədər oldu? 30 manat 97 qəpik. Və bu 30 manat 97 qəpiyi bölürəm malların miqdarına. Neçə ədəd mal var? Baxıram 19 dənə. Bölürəm 19-a. Və yenə məndə formalaşdı bir ədəd məhsulun maya dəyəri. Qeyd etdiyim kimi, burada fərqli qiymətlər olsa da, artıq məndə yeni maya dəyəri formalaşıb. Hər bir məhsul üçün 1 manat 63 qəpik. Və onu da qeyd edeyim ki, hər dəfə ambara mal girdikcə, biz yeni dəyər formalaşdırdıqca, ondan bir əvvəlki dəyər, məsələn, burada 1 manat 30 qəpikdir. O dəyər artıq əhəmiyyətini itirir. Bu dəyər artıq heç bir əhəmiyyəti yoxdur. Və biz ikinci satışda baxırıq ki, 15 ədəd satmışıq. 15 də
vururam 1 manat 63 qəpiyə. İkinci satışın maya dəyəri məndə elədi 24 manat 45 qəpik. Məndən mənfəət istəsə 37 manat 50 qəpikdən çıxıram 24 manat 45 qəpik. Və ikinci satış üçün məndə mənfəət formalaşdı 13 manat 05 qəpik. Son olaraq əgər bizdə ambar qalığını tələb etsələr, biz baxırıq, bizdə neçə dənə mal var idi ən son? 19 ədəd mal. Və biz onun 15-i satandan sonra bizdə qaldı 14 dənə mal. Və həmin o 4 dənə məhsulu bir ədədin 1 manat 63 qəpikdən hesablayıram. Baxıram ki, ambarımda olan qalıq malların maya dəyəri 6 manat 52 qəpik elədi. Ümumiyyətlə yoldaşlar, praktikada ən çox istifadə olunan metodlardan biri də AFCO metodudur. AFCO metodu digər metodlara nisbətən bir qədər hesablanması daha çətin, daha qarışıqdır. Praktikada isə bunları daha çox əməliyyat sistemləri, 1S, mikro və digər mühasibatlıq proqramı üzərindən aparılır. Və bunların nəzarəti də birbaşa olaraq mühasibənin öhdəliyindədir. Və biz bu hesablamalar əsasında hər bir məhsulların, satılan malların maya dəyərini tapırıq. Sonda bunu demək istəyirəm ki, bunun kimi faydalı videoları izləmək istəyirsinizsə, kanalımıza abunə olun. Növbəti videolarda görüşənədək.